ki, bugün müzakirə edəcəyimiz mövzu əsrimizin bəlasıdır, belə deyək. Asıllıq nədir? Asıllıq xroniki bir xəstəlikdir, psixiatrik bir pozuntudur. Eyni zamanda bu nəyə görə pozuntudur deyirik? Çünki asıllıqlar insanların həyat keyfiyyətini pozan, insanları cəmiyyətdən uzaqlaşdıran, sosial olaraq insanların ətraf mühitdən təcrid edən və insanları öz belə deyək köləsinə, quluna çevirən, təsir altına alan, öz əsrinə çevirən bir belə deyək ki, bəli, çevirən bir məhfumdur, belə deyək. Ya bu davranışdırmı, yoxsa maddədirmi? Asıllıq ümumiyyətlə iki böyük növü vardır. Birincisi maddə asıllıqlarıdır, kimyəvi maddə asıllıqlarıdır. Bura daxil edilir narkotik maddələr, narkotik maddələrdə metamfetamin, amfetaminlər, ən çox el arasında adı çox məşhurdur bunların, şüşə adıyla. İkinci qrupda kokain, heroin aid edə bilərik bunlara və digər dərman asıllıqları vardır. Dərman asıllıqları psixotrop dərmanlardan asıllıq, xüsusən də günümüzdə ən çox belə deyək ki, adı məşhur olan və pregabalin lirik asıllıq var. Əslində bu dərman müalicəvi bir dərmandır. Eyni zamanda benzodiazepinlərdən asıllıq vardır. Bunları xırdalayacaq irəliləyən etapda. Molekulalardır bunlar. Alkoqol asıllığı, siqaret asıllığı, yəni tütün asıllığı bura daxil edilir. İkinci böyük qrupda isə davranış asıllıqlarıdır. Davranış asıllıqları, oyun asıllıqları. Hal-hazırda yeniyetmələr arasında böyük, geniş yayılmış olan oyun asıllıqlarıdır. Hansı ki, müxtəlif oyun asıllıqları var. Valideynlər belə bununla evdə baş edə bilmirlər. Uşaqlar müxtəlif maddiyyat sərf etməklə həmin oyun asıllıqlarına düçar olublar. Belə deyək, uşaqları öz əsiri altına alıbdır. Digər qumar asıllıqlar, insanlarda, xüsusən qadınlarda depressiya düşdükdə alış-veriş asıllığı, cinsel asıllıqlar, yemək yemə asıllıqları buraya daxil edilə bilər. Ümumiyyətlə, asıllıq necə olur, yaranır? Asıllıq ümumiyyətlə necə olur, baş verir? Niyə hamımızda, hər kəsdə yaranmır, filan kəsdə yaranır? Nədən baş verdi? Yəni və bu zəiflikdirmi? Çünki bu insanlar haqqında danışanda çox zaman deyirlər ki, bu zəif insan idi. Ona görə də bu asıllılıq məhz onda yarandı. Əslində doğrudan da zəif insanlarda mı bu yaranır və bu zəiflikdir? Yoxsa yəni bu nədir? Bunu Aytan xanım açacaq. Mənim özümə də maraqlıdır. Bəli, asıllıq bir xəstəlikdir. Asıllıq bir xəstəlikdir. Xroniki bir xəstəlikdir. Hansı ki, xəstəlik bu necə olur, baş verir? Ümumiyyətlə, hər bir kəs asıllığın yaranması üçün ilk növbədə stres faktoru olmalıdır. Bu stres faktoru keçirilmiş bir stres ola bilər uşaqlıq dövründən. Uşaq, belə deyək ki, sevimsiz, nəzarət altında olmayan, daha doğrusu diqqət göstərilməyən bir uşaqdırsa və yaxud da ki, uşaqlıqdan doğan bir depressiv ruh halı varsa, şəxsiyyət özəlliyi olaraq depressiv, obsessiv, narsist, antisosial, borderline tip şəxsiyyət tipi varsa, evində ailə üzvlərindən kimsə asıllıqla bağlı alkoqol və ya da siqaret asıllığı varsa, hansısa bir maddəyə asıllığı varsa, valideynlərdən hər hansısa birinin olması, yəni genetik yatqınlıq var burada. Daha sonra, əgər şəxs irəliləyən etaplarda boşanmışsa, ailəsindən ayrılmışsa, tək qalmışsa, övlada sahib deyilsə, və yaxud da ki, belə deyək ki, çox yaxın bir ailə üzvünü itiribdir və yaxud da sevdiyi şəxsdən ayrılıbsa, bunlar təbii ki, faktorlardır. Bütün bu sadaladığım stres faktorları beyində, qabıqaltı mərkəzlərdə toplanıb qalır. Bu stres faktorları həmin bu dönəmdə beyin networkını pozur. Yəni, beyində, beyin bölgələrinin bir-biri ilə əlaqəsini, bir-biri ilə bağlantısını pozur. Nəticə etibarilə bu bağlantı əlaqələr beyində sanki, belə deyək, sönmüş bir vulkan şəklində qalır. Hər hansısa bir tətkikləyici faktor olduqda yenidən bu stres faktoru alovlanır və nə baş verir? Şəxs ala bilmədiyi, yəni bu streslə bağlı olaraq beyin çoxlu miqdarda serotonin tükədir. Serotonin belə də ifraz edir və beyində serotonin miqdarı azalmış olur. Və beyində bu serotonini bərpa etmək üçün şəxs nədənsə ətraf mühitdə tapdığı bir şeydən həzz almağa çalışır, maraq göstərməyə çalışır. Bu maddədirmi, bu hansısa bir davranışdırmı və yaxud da ki, nədirsə, başlayır onu axtarmağa və onun ilk etapda şəxs onun sadəcə olaraq özündə bir həzz duyğusunu yaşamaq üçün bunu axtarır, tapır və istifadə etməyə başlayır. Nə deyir? Deyir ki, istifadə edərəm, ataram. Müvəqqəti bir həzz duyğusudur. Atacam da onsuz da. Lakin şəxs bu maddəni tapıb istifadə etdikdə və yaxud da bu davranışı istifadə etdikdə
artıq bir müəyyən müddətdə bunda bir belə deyək, rahatlıq duyğusu görür. Deyir, yenə istifadə edərəm, ataram. Yəni artıq istifadə edəndən asılı bir insana çevrilir. Bəli, ilk növbədə Günay xanım nə edir? Şəxs bunu tapır, istifadə edir. Bu düşüncələr onun beynində rahatlıq yaradır, beyinə təsir göstərir. Bu həmin maddələr və davranış beynin prefrontal korteksinə, yəni alın payına təsir göstərir. Biz buna tibbi termin olaraq frontal lob deyirik. Ön bölgə, bəli, beynin ön bölgəsinə təsir göstərir. Ön bölgədə bu beyində olan neyromediator sistemə təsir göstərir. Neyrotransmitter, bizim hər birimizin tanıdığımız serotonin, dopamin. Serotonin xoşbəxtlik hormonudur, dopamin diqqət, enerji hormonudur. Bayaq qeyd etdiyim kimi, həmin bu neyromediator sisteminə təsir göstərərək ilkin etapda o maddə narkotikdirmi və ya da psixotrop dərmandırmı, şəxsdə küllü miqdarda qana, belə deyək ki, küllü miqdarda qana həmin bu maddələri sintez edir. Serotonini, dopamini və şəxsdə həmin anda müvəqqəti olaraq, anlıq olaraq enerji yaranır. Şəxs nəşəli olur, coşqulu olur, enerjili olur, qidaya qarşı tələbat azalır, az yeyir, amma çox enerjili olur. Şəxs o qədər enerjili olur ki, şəxs bu enerjidə artıq qidalanmır, çünki qidə ehtiyacı yoxdur. Bəs yuxu Aytan xanım? Yuxu pozulur, yuxusuz vəziyyətdə olur, cinsəl maraq ölür, həmin bu cinsəl istəyini belə deyək, maddədən görür, qidaya olan tələbatını maddədən görür və ya da davranışdan görür hər hansısa bir. Bütün bizim psixi sağlamlığımızın təmin edən yuxudur, qidalanmadır, cinsəllikdir, bunlardan imtina edir. Bunlar yaranmır şəxsdə. Şəxsdə artıq maddəyə və davranışa qarşı güclü bir tələbat yaranır. Bu tələbat onun ümumiyyətlə beynində obsessiv şəkildə düşüncələr yaranır. İdarə olunmaz, nəzarətsiz olur və şəxs artıq bu maddəni tapdıqca bu maddəyə qarşı tələbat artır, istək artır. İlk növbədə maraq və istək artır, daha sonra doza artır. Gedərək artan müddətdə doza artır. Artıq maddənin istifadəsi arasında interval, yəni müddət qısalır. Get-gedə daha çox istifadə edir. Və ilk növbədə bu pasiyent 1 il ərzində, xüsusən bu 1 ilin 1 ay ərzində aşırı dərəcədə istifadə edir. Nə baş verir? İstifadə edir, bu obsessiv düşüncələri beyninə gəlir. Bu müddətdə şəxs maddəni axtarır. Şəxs narahat, tədirgin, gərgin olur, qıcıqlı olur, impulsiv olur. İmpulsivlik nə deməkdir? Riskli davranışlar edir, oturur maşına, sürətli maşın sürür və yaxud da ki, otağın bir başından digər başına gedir, agitasiyalı olur, maddəni axtarır. Hətta bu alkoqoldursa götürür, alkoqolu butulkasını tapdıqda belə onu açmadan belə sındıraraq içməyə çalışır və yaxud da hər hansısa bir tapdığı o narkotik vasitəni belə nə yolunla olur olsun, evdə valideynlərin üzərinə şiddət göstərərək, belə deyək ki, özünə və ətrafdakılara xəsarət yetirərək maddiyyat əldə etməyə çalışır ki, həmin maddəni tapsın və böyük bir, belə deyək ki, pozuntu yaradır. Şəxsdə qüsurlu bir dövran yaradır. Psixoloji və fiziki asıllıq yaradır. Nəticədə nə baş verir? İlkin etapda şəxs bu maddəni axtarır, tapmağa çalışır, böyük bir həzz duyğusu yaşayır. Nəşəli, keyfli, əhval-ruhiyyəsi bol olur, özgüvəni bol olur, yalan danışır, boş-boş danışır, kimlərəsə vədlər verir, ay bunu belə eləyəcəm, işlər qurmağa çalışır. Yetər ki, onu tapsın. Bəli, yetər ki, həmin bu maddiyatı kimdənsə alıb, həmin bu maddəni tapıb istifadə etsin və yaxud da ki, bu davranış asıllığıdırsa, oyunu oynamaq üçün bu maddiyatı əldə etsin. Faciə ondan sonra başlayır. Həmin bu maddə və davranış şəxsi öz əsri altına alır. Nə deyir? Doktor deyir, ilkin etapda deyir, həzz alırdım, nəşəli olurdum, keyfli olurdum. İstifadə elədikcə, Günay xanım, bu 3 həftə nəfəd edir. 3 həftə şəxs nəşəli, keyfli olur. 3 həftədən sonra o beynə doping kimi verilən o neyromediatorlar deyirəm, qana küllü miqdarda serotonin axır, dopamin axır. Bir müddətdən sonra bu serotonin və dopamin axışı dayanır 3 həftə ərzində. Doktor, onda belə çıxır ki, 3 həftəyə bu asılılığı yarada bilir bu maddələr insanda? Günay xanım, 3 həftə ərzində o belə deyək ki, nəşəli vəziyyət olur, enerjili, coşqulu vəziyyət olur. Bəli, o pasiyentlərin dilindən deyiləcək sözü deyirəm, o kayf deyirlər, nəşəli vəziyyət deyirlər, onu alırlar. 3 həftədən sonra, axı bu neyromediator sistemdir beyində, beyin kimyası pozulur. İlk etapda o tapdığı maddə, oynadığı oyun, davranış ona zövq verir, maraq verir. O qədər ifraz olunur ki, qana serotonin.
şəxs artıq xoşbəxt olur. Deyir, mən heç nədən xoşbəxtlik tapa bilmirdim, bax bunda tapdım xoşbəxtliyi. Aytan xanım, bax bu maddələrdən danışırıq. Bəli. İndi bugün həm narkotik maddə asılılığı, həm alkoqol asılılığı, həm dərman asılılığı yaşayan insanlar var. Orada bir çox asılılıqlar var. Elə alış-veriş asıllığını da bizim dəyərli Aytan xanım adını çəkdi. Çoxdur asılılıqlar. İndi ən təhlükəlilərini biz hal-hazırda vurğulayırıq. Bax bu asılılıqlar, bu maddələr insanda hansı psixoloji pozuntular əmələ gətirir? Günay xanım, əgər maddəni şəxs tapmazsa, istifadə edə bilməzsə, ilkin etapda o 3 həftəni ötürdüksə, nə baş verir? Şəxs maddəni axtarır, tapa bilmir. Nə olur onda? Şəxsdə bir, belə deyək, anksiyete yaranır, həyəcan yaranır, təşviş yaranır. Şəxs tədirgin, gərgin, qıcıqlı vəziyyətdə olur, impulsiv vəziyyətdə olur. Evdə şüşəni qapını vurur, sındırır, dağıdır, özünə xəsarətlər yetirir, ətrafa xəsarət yetirir. Yəni aqressivlik getdikcə artır. Aqressivlik get-gedə artır, gözü, belə deyək ki, lori dildə, gözü heç nəyi görmür, evdə bu valideyndir, yoxsa övladıdır, yetər ki, onu alıb istifadə etsin, yuxusuz olur, narahat, tədirgin vəziyyətdə olur, bütün bədəni əsir, tərləyir, titrəyir, görmədə problem yaranır, göz görmür və yaxud da ki, görmə pozuntusu yaranır, göz bəbəkləri bəzən genişlənir, burun axıntısı artır, tez-tez burnunu çəkirlər, sanki ətrafımızda da bəlkə bu əlamətə görə tanınırlar daha çox. Burnunu çəkir, burun sulanır, bədəndə hamıya aid etmirik, burun bəzən indi hamı xəstədir, bundan da ola bilər. Bu təbii ki, klinikasıdır. Şəxsin, belə deyək, bütün bədəni əsir, tərləyir, titrəyir, tədirgin vəziyyətdə olur, bədəndə ağrılar yaranır, sancma, göynəmə, dartma deyir, elə bütün bədənimi dartırlar, alışıb yanıram. Gərgin vəziyyətdə olur və bu ağrılar bütün bədənə sirayət edir. Şəxsin növbəti etaplarda bu somatik şikayətləri verir, ikincili orqan çatışmazlığı verir. Nə şikayətlərdir? Şəxsin bu zaman beyin hüceyrələrinə təsir göstərdiyi üçün bu maddə beyni zəhərləyir. Beyin hüceyrələrinə sitotoksik, yəni beyin hüceyrələrinin məhvinə səbəb olur. Hüceyrə məhv olur, beyin atrofiyası yaranır. Növbəti etaplarda bu şəxslər dərinləşmiş vasitələr istifadə edən uzun müddətli xroniki istifadəçilərdə unutqanlıq, yaddaş pozuntusu, uşaqlaşma yaranır. Sanki bu şəxs uşaqlaşıbdır. Emosionallıq, gərginlik yaranır. Şəxs unutqan olur, qoyduğu əşyanın yerini belə tapa bilmir. Beyin atrofiyası formalaşmağa başlayır. Getdikcə nə baş verir? Beyin hüceyrələri məhv olduqca şəxs də səndəliyir, yerişini bilmir, hara getdiyini bilmir, getdiyi yeri unudur. Divarlara dəyə-dəyə. Bəli, bələdliyi itir, harda olduğunu xatırlamır, zaman, məkan bələdliyi itir. Anlayışı itir, bəli. Daha sonraki etaplarda ən böyük problem ürək çatışmazlığı, ürək ritmi pozulur, ürəyin keçiriciliyi pozulur və şəxsin növbəti etaplarda qaraciyər çatışmazlığı verir. Qaraciyərin fibrozuna, ağırlaşmış etaplarda serrozuna, alatasat, QGT pozulur, yəni qaraciyərin ferment çatışmazlıqları, göstəricilər dəyişir. Böyrək çatışmazlığı yaranır. Şəxsin ölüm səbəbi isə ürəyin qəfləti dayanması olur. Beynin, belə deyək ki, ölümünə səbəb olan bir çox təəssüf ki, bunların gedişatını bir çoxları bilmir. Bəli, Günay xanım. Və bu işdə ailələr dəstək olmalıdır. Mən hal-hazırda bizi çox sayda ailələr izləyir. Allah qorusun hamısını, balalarımızı, yeniyetmələri, yəni istənilən yaşda insanın başına gələ biləcək bir haldır və qorumalıyıq biz hər kəsi. Ailə üzvləri asılılığı necə vaxtında fərq eləsinlər? Necə vaxtında görsünlər ki, həyəcan təbili çalıb onu həkimə gətirə bilsinlər? Hansı əlamətləri görərkən? Günay xanım, bu asıllıq elə bir bəladır ki, yəni bu asıllıq uşaqlıqdan yaranan bir asıllıqdır. İlk etapda uşaqlıq yaş dövründən depressiv ruh halı olan, ailədə biraz nəzarət altında olmayan və hətta valideynlər işləyirsə, ailədə uşağa bir o qədər qayğı göstərə bilmir. Uşaqda telefon asıllığı yaranır. Davranış asıllığı ilk etapda yaranır. İnternet asıllığı yaranır. Müxtəlif hal-hazırda uşaqların bəlasına çevrilmiş oyunlara asıllıq yaradır. Adını sadalamayacağam, hər kəs bunu bilir və uşaqlar valideynlərdən belə deyək, xahiş edərək və yaxud da ki, doğrudan da gizli şəkildə o oyunlara pullar xərcləyirlər. Hal-hazırda Sabina xanım yazır bizə TikTok canlı yayımından. Deyir, oğlumun 15 yaşı var, oyundan ayıra bilmirəm, nə edim? Yəni, valideynlər artıq həyəcan təbili çalırlar. İlk etapda bu asıllıq uşağa zövq verir, maraq verir. Sonra artıq ondan xilas olmağa çalışsa belə, o marağı ala bilmir. Sadəcə olaraq gününü keçirmək üçün edir onu. Telefon asıllığı daha sonra yaranır uşaqlarda, deyir, dadına baxım görüm necə şeydir. Siqaret asıllığı, alkoqol asıllığı, müxtəlif maddələr asıllığı, zərərli vərdişlər asıllığı.
Və çox maraqlı burasındadır ki, mən burada bir asılılığı qeyd edəcəm. Metamfetamin asılılığı, amfetamin, o el arasında ən çox həm belə deyək ki, bu sintetik yolla əldə edilir deyə kimyəvi laboratoriyalarda daha çox gənclərin əldə edəcəyi maddələr asılılığıdır. Formasında olan. Bəli, bunlar həm tablet formasında ola bilər, asılılıqlarda həm inyeksiyon formada ola bilər. Çox təəssüf ki, nə baş verir Günay xanım? Mənim müayinəmə gətirilən valideynlər deyir, doktor, bu şizofreniyadır. Deyirəm, axı burada klinika eyni şizofreniyanın klinikasına bənzəyir. Nə baş verir? Valideynlər diqqətli olsunlar. İlk növbədə uşaq yeniyetmədə başlayanda özünə qapanır, həyatdan təcrid olur, sizlə oturub bir ortamda yemək yemir, aqressiv olur, impulsiv olur, söz deyə bilmirsiniz, ötkən olur, belə deyək ki, riskli davranışlar edir, evdə vurur, sındırır, dağıdır, ətrafı belə deyək təhqir edir. Axı bilmirsiniz nədən gedir proses. Valideyn hələ bunu bilə bilmir. Çünki o qədər indi artmış və sosial şəbəkələr var ki, internet, telefon var ki, uşaq bunu hər vasitə ilə əldə edə bilir. Və düşünürlər ki, bu yeniyetmə dövrünün çətinlikləri də keçib gedəcək. Uşaq o qədər özünə qapanır. Məktəbə getmir, universitetə getmir, ailə ortamından uzaqlaşır. Siz deyirsiniz hər zaman baxımını etmir, pinti vəziyyətdə gəzir. Pinti vəziyyətdə olur, üzünü qırxmır, saçı başı yağlı. Menstrual sikldə özünə qulluq etmir, başı üzü bəli, tam doğru yağlı olur, iyi gəlir uşaqdan. Fikir vermir. Çirkli vəziyyətdə olur, təcrid olur. Yetər ki, o dərmanı istifadə edib, tapsın, istifadə etsin. Və nə baş verir? Növbəti etaplarda həmin o maddəyə qarşı, dərmana və yaxud da ki, belə də kimyəvi, həmin o narkotik maddəyə qarşı maraq artdıqca, istək artdıqca, doza artdıqca şəxsdə psixoloji pozuntu yaranır, davranış pozuntusu yaranır. Şəxs sayıqlayır, şəxsin gözünə nələrsə görünməyə başlayır. Elə bir Qadaladığım bu klinik əlamətlər eyni şizofreniyanın klinikasını xatırlatdığı üçün valideyni evdə elə gəlir ki, burada ruhi xəstəlik başlayıbdır. Eyni kliniki gedişatı şizofreniya kimi olur, lakin burada artıq biz topladığımız anamnez, dərindən anamnez topladıqda məlum olur ki, uşaq belə deyək ki, artıq yeniyetməlik çağından və yaxud da ki, valideyn deyir, hə doktor, 2-3 il əvvəl istifadə eləməyə başladı, artıq istifadə eləmir, valideyni də aldadır, valideyn artıq nə bilsin ki, bu istifadə edir və yaxud da etmir. Ciddi bir psixoloji pozuntu yaranır, davranış pozuntusu yaranır. Bəzən düşünürlər ki, bu cavanları evləndirəcəklər, evlənəndən sonra istifadə eləməyəcək, başını qatacaqlar, bu elə deyildi. Asıllığın xroniki bir xəstəlik olduğuna görə burada müalicə də bir maraqlıdır Günay xanım. İlk növbədə şəxsin iradəsi, güclü, yüksək iradə, yüksək gücə malik olmaq burada önəmlidir. Yoxsa biz həkim olaraq ona müalicədə heç bir belə deyək ki, gücümüzlə, dərmanla bunu edə bilmirik. Şəxs iradəsi olmalıdır. Yəni özü də bunu istəməlidir. Bəli, tam doğru dediniz. Özünün istəyi olmadan müalicəyə başlamaq mümkün deyildi. İlkin etapda şəxsin istəyi olur və şəxs ətrafından o bayaq qeyd etdiyiniz kimi ailə üzvlərinin onun yanında olduğunu duymalıdır, tək olmadığını duymalıdır, yüksək iradəyə sahib olduğunu bilməlidir, gücünün malik olduğunu bilməlidir və bunun son olduğunu, yəni düşünənlər var da, yəni bu son deyil. Son deyil. Bundan qurtulmaq mümkündür. Müalicə olunaraq çox gözəl effekt verən pasiyentlərimiz var. Belə deyək ki, ölümün kandarından çıxartdığımız pasiyentlərimiz var. Bunlar göz qabağındadır. Yəni bunu mən deyərək demirəm. Yəni müalicə etdiyimiz pasiyentlərimiz klinik olaraq, biz sadəcə olaraq təəssüf psixiatriya elə bir ixtisasdır ki, biz bunu nümayiş elətdirə bilmirik. Digər həkimlər göstərə bilirlər pasiyentlər. Burada bir məxfilik, gizlilik qorunur. Kim istəyər ki, bunu bilsin? Adi bir ailədə görürsən ki, artıq qohumdan gizlətməyə çalışırlar bunu. Burada qeydiyyat aparılıb, hər hansısa bir diaqnoz işıqlandırılmır və yaxud da ki, məlumatlar verilmir. Bu məxfilik bir daşıyan bir xəstəlikdir. Və tam aradan çıxa bilir. İlkin etapda detoksikasiya olunur. Bədən bu toksik maddədən, bu zəhərdən... Müalicədə mərhələlərlə yerinə yetirilir. Kəsilir Günay xanım. Birinci mərhələdə bu maddədən bədən təmizlənməlidir. Bununla yanaşı olaraq, həkim nəzarəti altında artıq elə bir müalicə tətbiq edirik ki, şəxs əhval-ruhiyyəsi qalxır. Artıq bu maddəni istəmir, başqa bir şeylərdə maraq axtarmağa başlayır, həyat eşqi artır, yuxusu bərpa olur, psixoz tamamilə aradan qalxır. Baxmayaraq ki, çox kəskin formada nələr baş verir, bunu da qeyd edim. Bəzən valideynlər mənə video göndərirlər, qıcı olmalar baş verir. Şəxsin tutmalar. Bəli, tutmalar olur Günay xanım. Eyni epilepsiyada olduğu qıcı olmalara bənzəyir. Amma bu konversiyon tipli qıcı olmadır da, yəni uzun müddətli, 2 dəqiqəlik olmur. Bu qıcı olma bəzən saatlarla davam edən qıcı olma olur. Şəxs sanki ikiqat vəziyyətdə olur. Mən bunu belə deyirəm.
Doğrudan da belə vəziyyətdə olur. Şəxs qatlanır, belə deyək, baş gedir ayağa, sanki iki qat vəziyyətdə dəqiqələrlə qalmış olur. Bu o zaman kəskin ağrılardan əziyyət çəkir. Həm kəskin ağrı olur, həm maddəni tapa bilmir, həm də artıq beyin, belə deyək ki, beyin bayaq qeyd etdiyim kimi, beyin sitotoksik təsir göstərir. Beyin o qədər zəhərlənir ki, beyinlə artıq vəhdət pozulur. Nə baş verir? Əlaqə yoxdur. Duyğu, düşüncə və davranışlarda vəhdət pozulur. Nə şəxs diqqətini cəmləyə bilmir, diqqətini toplaya bilmir, qərar verə bilmir, planlaya bilmir. Nə danışdığını bilmir, nə davranış etdiyini bilmir. Belə deyək də, Günay xanım, sadə formada ətraf mühitdən, reallıqdan təcrid olur. Və bu insanların ölümünə səbəb kimi valideynlərin, yaxın ailə üzvlərinin, onu belə bəzən zəng elib deyirlər ki, doktor, axı müalicə olunmur, həkimə gəlmir, neyniyək, nətər çarəsini qılaq? Bu halda reabilitasiya yəni ola bilər, şəxs stasionara yatırıla bilər. Bəzən stasionara yatırıla bilmədikdə müəyyən bir, yəni təbii ki, bu bəzi şeylər var ki, bu efir çərçivəsində deyil, mən bunları açıqlaya bilmirəm. Artıq müayinə etapında yaxınları ilə müzakirə etmək olur. Amma bunu müalicə etmək mümkündür, Aytən xanım? Mümkündür. Yetər ki, iradəsi olmalıdır, şəxsin özü istəməlidir. Özü istəmirsə, artıq ölümünün göstəricisi varsa və yaxud da ki, şəxs artıq elədir ki, vəziyyətinə qarşı, öz xəstəliyinə qarşı tənqidi yoxdursa, artıq ciddi şəkildə müalicə tətbiq olunmalıdır. Stasionara yatırılmalıdır və ya da stasionara yatırıla bilmirsə, həkim psixiatrla görüş keçirilib, onu müalicəsinin digər üsulları ilə, yəni artıq bəzən məcburi müalicələr tətbiq olunmağa başlayır. Tam sağalma mümkündür, bunu Aytən xanım söylədi və mən istəyirəm, bax, reabilitasiya söylədiniz, müalicə söylədiniz. Reabilitasiyadan sonra təkrar risk nə qədərdir ki, bu hal yenidən yaşansın həmin insanda? Ən çox bizə pasiyentlərin verdiyi sualları verdiniz, Günay xanım. Hər zaman, istər depressiyada, istər panik atak olan, istər autizm. İndi autizm demensiya elədir ki, bu bizdə bu klinikasını söndürmüş oluruq. Tam sağalan xəstəliklər, depressiya, panik atak, şizofreniyada da belə tam, belə deyək ki, remisiya əldə edə bilirik. Bipolar affektiv pozuntuda istənilən psixoloji xəstəlik və eyni ilə somatik xəstəlik, qripin özü, Günay xanım. Bəli. Pnevmoniya olsun. Nə bilim, hansı xəstəlik deyək biz? Şəkərli diabetin özü ömrünün sonuna qədər olan xəstəlikdir, zob xəstəlikləri. Sadəcə psixiatrik xəstəliklər və psixiatra qarşı cəmiyyətimizdə bir damğalanma olduğuna görə elə bilirlər ki, şəkər xəstəsi də ömrünün axırına qədər dərman içir, təzyiq xəstəsi də içir, zob xəstəsi də içir. Börək nəqli keçirilmiş insanlar da ömür boyu dərman içirlər. Ömür boyu dərman içir. Orqan transplantologiyası yaşayanlar. Hətta onlardan fərqli olaraq bizim bəzi xəstəliklərimizdə belə ömrün axırına qədər dərman içmirsən. Amma bəzi xəstəliklərdə bəli, saxlayıcı terapiyalar var. Şizofreniyada, şizoaffektiv pozuntuda, bipolar affektiv pozuntuda. Burada da eyni ilə qrip kimidir. Əgər şəxsin iradəsindən asılı olaraq yaxşı müalicə olunarsa, həkim nəzarəti altında biz, Günay xanım, 3 ayında, 3 ay, 6 ayında, 8 ayında, 1 il, 2 ilə qədər xəstəni təqib edirik. Müalicələrlə nəzarət altında alırıq. Ümumiyyətlə, elə pasiyent var, bizə yenidən geri dönüş etməyib. Yəni, nə mənada? Xəstəlik tam sağalıb çıxıb gedibdir. Təkrarlanma nə formada ola bilər? Şəxs özü gördükdə ki, depressiya düşür, yenidən doktor bəndə bir depressiv ruh halı yarandı. Çünki şəxs stres altına düşdükdə o maddəni axtarır. Bəli. Şəxs travma olduqda, depressiyada olduqda, təşviş altında olduqda o maddəni axtarır. Demək, əsas məsələ buradadır, odur ki, vaxtında müraciət etmək lazımdır. Ən əsası problemi gizlətməmək, çünki bu hallarda daha çox problem gizlədilir və dəstək almaq, bir də ailə üzvlərinin yanında olduğunu hiss eləmək. Ona görə mən buradan hər kəsə səslənirəm, diqqətli olaq. Hal-hazırda bax, çox təşəkkür eləyirlər bizə belə maarifləndirici bir mövzu haqqında danışmağımıza görə. Mən Aytən xanıma təşəkkür etmək istəyirəm. Çox sağ olun ki, Günay xanım, sizin vasitənizlə həqiqətən də biz bu mövzuları cəmiyyətimizə çatdırırıq. Cəmiyyətimiz artıq bu mövzular haqqında maariflənir. Əsrimizin bəlası olan bu mövzu, bunu biz mövzu kimi müzakirə etdik, bu bir xəstəlikdir. Bəli. Xroniki bir xəstəlikdir. İnsanı həyatdan təcrid edib ölümə doğru sürükləyən bir xəstəlikdir. Çox sağ olun ki, bu şəraiti bizə yaradırsınız. Biz də cəmiyyətimizdə olan, bizi izləyən, marağına səbəb olan insanları maarifləndirə bilirik və buradan mən pasiyentlərimin də təşəkkürünü sizə bildirmək istəyirəm. İnanın, müayinəyə gələn pasiyentlər verilişinizdən baxıb hər dəfə çox sağ ol deyirlər. Deyir, Günay xanım, çox sağ olsun onun verilişi. Ki biz bilmirdik ki, belə ümumiyyətlə xəstəlik var və bu xəstəliyi psixiatr müalicə edir. Ümumiyyətlə müalicə olunur. Müalicə olunurmu? Əsas məsələ bax odur. Həqiqətən də
deyiləcək, sadəcə sıradan deyiləcək bir söz deyil. Onların təşəkkürünü sizə bildirmək istədim. Bu bir həyat deməkdir. Bir həyatını qurtarmaq deməkdir. Sizin sayənizdə, sizin kimi dəyərli mütəxəssislərimizin sayəsində və Aytən xanım uzun illərini bu işə həsr edən bir dəyərli mütəxəssisimiz, həkim psixiatrımızdır. 050 377 54 22 099 377 54 22 asılılıqdan danışdıq, amma asıllığın adı nə olursa olsun, ən önəmlisi susmamaq və vaxtında kömək istəməkdir və Aytən xanım kimi dəyərli mütəxəssislərimizin sayəsində tam sağalan bir xəstəlikdir. Qısa aradan sonra növbəti mütəxəssisimizlə yenə çox faydalı, çox vacib bir mövzuda danışacağıq. Düşünürəm ki, hər kəs bizi izləməlidir.